Amerika Birleşmiş Ştatlarının paytaxtı Washington şəhərində Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsur tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib. Təxribatçılar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirib, eyni zamanda mövzu olunan əraziyə daxil olmağa çalışıblar. Lakin Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Washington polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar. İlkin məlumata əsasən insident nəticəsində ciddi pozuntu qeydə alınmayıb. Bundan başqa sosial şəbəkələrdə yayılan video görüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir. Qeyd edək ki, görüntülər hadisənin təxribat xarakteri daşıdığını göstərir. Xaricdə yaşayan bir neçə anti-Azərbaycanlı ünsur aqressiv və təhrik edici formada Prezident İlham Əliyevin qaldığı otelə daxil olmaq istəyib. Bölgə TV xəbər verir ki, onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik koridorunu yarmaq və zorla otelə daxil olmağa cəhd göstəriblər. Bu xəbəri rus dilində oxuyun. Предотвращена провокация в отношении Алиева в США. Video. Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları Amerika Birləşmiş Ştatlarının polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar.